Değerli izleyiciler, hamını salamlayıram. Budur növbəti gün və növbəti tıraş videomuzdur. Deməli, bugünkü tıraşın səbəbkarları olacaqlar. Fırça rolunda olacaq belə bir yəgi fırçası. Çox qəşəng, porsuqdur. Gördüyünüz kimi 24 not metal, deməli, bilmirəm poladdır, nədir? Bir sözlə belə bir sapı var, balaca, çox miniatür, qəşəng. Çox xoşuma gəlir performansı planı bu fırçanın. Qəşəng performansı var. Sonra növbəti iştirakçılar bugün deməli hamısı tabaqlı olacaq. Səbəbi var. Budur Tabako sabunumuz. Tabako aftershave losyonumuz. Yəni hansısa bir başqa bir təqdimata filana ehtiyac yoxdur. Tabakodur. Budur. Və tabako balzam. Budur. Deməli, səbəb nədir yoldaşlar? Əsas səbəbkar da bizdə deməli, Lambda Razors'ın Afina'dır. Tiye olarak olacağı Feather. Birinci istifadədə. Budur qutusu Feather'ın. Bu tiyeler. Afina ilə mən vidalaşmalıyam. Niyə? İyəsinə qaytarmalıyam. Yaxın 1-2 günə. Və çox güman ki, bu mənim son tıraşımdır Afina ilə. Çox gözəl bir üz qırxandır. Çox gözəl bir alətdir. Qırxmağı çox özəldir, çox xoşuma gəldi. Deməli, səbəb nədir? Bugün hamısını belə deyək, bir-birini uyğunlaşdırdım, çalışdım maksimal dərəcədə sabundur, losyondur filandır. Çünki ilin sonu yaxınlaşır. Çox yaxın hansısa bir gələcəkdə ilin sonu olur, 2025'i başa çatdırırıq və bununla əlaqədar o ki, yeni il qarşımızdadır. Mən həm belə deyək, ilin sonu deyənə təbrik edirəm sizi. Bir də ki, bütün Azərbaycanlıların həmrəylik günü münasibəti ilə də hamınızı təbrik edirəm. Budur və tıraşın səbəbi boyun biraz belə bayram kimi sayaq belə bir tıraş olacaq və Lambda Razor son istifadə məndə, bilmirəm, bəlkə də son olmadı. Haçansa yeni qismət oldu. Budur, çox sağ olsun Ceyhun abi təqdim edib bizim bu bugünkü tıraş video üçün bu üz qırxanı. Deməli, səbəbkarlar bəllidir. Tez bir zamanda Pre-Shave kimi bizim çox tanınmış Bruno Banani adlı bu kremi deyək, nə deyək, bunu üzümüzə çəkək. Nələ gəl, kifayət qədərdir. Ağladıq, qoyduq qırağa. Onu da bağlayırıq. Çox yaxınlarda bu heç bir ay yoxdur. Təzə bilmişəm ki, bizim bu tabako sabun, bu qapaq əslində qapaq deyil. Deməli, bu tabako sabundur, sabunu çıxardırıq. Görürsünüz, siz demə, bu sabunu bunun qapağına yerləşdirmək lazımdır. Bunu bəlkə də çıxmasın. Budur. Deməli, biz bunu bu dəfə istifadə etməyəcəyik bu qabından. Çalışacağım. Çox hörmətli Türkiyədə olan bizim Sinan abi arkadaşa, blogerə salamlar və onun style, onun kimi eləyək. Yəni birbaşa sabunun üstündən sabun götürəcəyik. Çalışaq elə edək. Bir sekund, mən özürlü sayın. Burada sabun qalığı var. Mən bunu hələ birbaşa bunun içində
əzib burada saxlayayım, qoy qalsın. Və üstə gəl, bu sabunun üstündən sabun götürəcəyəm. Yükləyəcəm bu bizim fırçamıza. Və lazım olduqca biz bu deməli sabunun üstündən fırça ilə sabun götürəcəyi konsentratı yoldaşlar. Amma indi davam edək. Mən tez bir zamanda özümü yaxalayıram. Və deməli köpüyü üzümüzə keçirdək. Hə yoldaşlar, başlayırıq birinci pərdə, bölmə istiqamətdə və başlayırıq. Lambda Razor feather tiyələrlə birinci tıraşdır. Saqqalın yaşı 2 gündən biraz çox, hardasa 54 saat, 55 saatlıq saqqaldır. Gördünüz artıq bir belə deyək də uzun çəkmə ilə tərtəmiz qırxdı. Feather öz sözünü deyir yoldaşlar. Və üz qırxanın xarakteri o keçən dəfə bizdə nə idi? Silver tip idi. Gillette silver, yox, silver blue, sorry, silver tip. Tiyə olaraq hiss olunur ki, artıq üz qırxan, deməli bu Afina öz belə deyə xarakteri daha çox iti tiyələrdə özünü daha yaxşı tərəfdən göstərdir performansı. İki günlük saqqalda o problem var idi. Mən deyirdim sizə ki, Afinada deməli tez-tez yaxalamaq lazımdır, tıklanır filan. Bu kimi problemlər 2 günlük saqqalda yoxdur. Tez bir zamanda yəni ki yaxalanır, heç nə qalmır içində. Yəni saqqalın boyu az olanda yəni həm tıraş olunmaq da asandır Afina ilə. Yəni bir həftəlik filan üçün deyil. Yəni tez-tez üz qırxanlar üçündür bu. Üz qırxan daha çox uyğundur belə. 2 gündən bir gündən bir üz qırxanlar üçün əsl belə onlar üçün belə dizayn olunur belə deyək.
Budur yoldaşlar, deməli birinci pərdə sona yetdi. Tez bir zamanda bir də köpüyü üzümüzə keçirdək və növbəti pərdəyə başlayaq. Çox super, qəşəng bir tıraş alındı yoldaşlar, hiss edirəm. Çox yaxın, artıq BBS-dir. Heç nə qalmır buralarda da, problemli yerlərində. Bizcə bu burnumun altında. Hazır. Çox qəşəng. Çox razı qaldım tıraşdan. İndi tez bir zamanda üzümü yaxalayıb qayıdıram yanınıza. Mikrofon qoyuram qırağa. Budur yoldaşlar, deməli Tabako Aftershave. Bilmirəm fokuslanma necədir. Amma elə etmişəm ki, avtomatik üzümü tutsun. Çünki keçən videoda üzüm çox bulanıq çıxdı. Artıq deməli təmizləmələrdə bəzi belə deyək haqq-hesabları orada dəyişdim. Qəşəng dozator var burada. Deyəsən spirtlidir bu Aftershave Tabakonun. Çox gözəl bir, qəşəng bir qoxusu var bunun yoldaşlar. Çox qəşəng. Buraları zədələnmişəm yoldaşlar. Yandırır.
Qalan bu üzlər falan, oralar yaxşı. Bircə buram, sol tərəf. Qəşəng. Çox xoşuma gəldi, qəşəng tıraş alındı. Və keçirik tabako balzama. Qoxusu çox qəşəng, çox gözəl. Yoldaşlar, düzdür, qiyməti üstündədir, amma dəyər. Hələ bayram günlərdə çıxardıb istifadə etməyə dəyər. Həm sabunu, həm aftaşeyri, həm indi balzamı da. Aha, bəli, balzamdır. Tabako. Məhsulları çox qəşəng. Bizdə Bakıda var, amma elə bir qiymət qoyublar yoldaşlar. Yəni, yaxın durmaq olmur. Ümumiyyətlə, yəni, çox bahadır. Düşdü yerə. Qapağını da bağlayaq. Bu qədər çıxartdım. Ümid edirəm artıqlanması ilə. Bəsdir, bax. Çox qəşəng. Çox gözəl bir tıraş alındı yoldaşlar. İndi qısaca iştirakçılar haqda danışacağım. Deməli, Afina haqda artıq bizim videomuz olub və tıraşımız olub. Orada sözlərimi dedim. Hansı üzqırxanı xatırladı mənə. Yəni, Carve'nin Bizon adlı üzqırxanı xatırladı. Bu Lambda Afina üzqırxan. Yəni, xarakterinə görə deyirəm. Elə. Tez bir zamanda iynəyimi də sileyim. Budur. Hə, yoldaşlar. Tabako məhsulları reklam etmirəm. Yəni, klassikadır, üzqırxmada. Almanya istehsalıdır. Səhv etmirəmsə, belədir. Çox güman ki, yes, made in Germany deyə burada yazılıb. Bilmirəm, fokus göstərəcəyiz. Made in Germany. Düzdür. Sonra həmçinin losyonda da, bu spirtli losyonumuzda da eyni yazısı var. Made in Germany. Sabun da həmçində, onu göstərməyim. Sabun isə yoldaşlar budur. Buradadır. Bir dəfə də tıraş olması qədər sabunumuz var. Yəni kifayət qədər effektivdir. Bir çox mikro çapıqlar salmışam. Bilmirəm, kameradan görürsünüz ya yox. Üzüntü xırda qırmızı nöqtələrdir. O da Fezer'in. Fezer'i çox, belə deyək, kəskin bir tiyələrdir. Və çox, mən hələm belə deyək, hər hansı bir üzqırxanda onları istifadə etmirəm. Əmin olduqda ki, praktikadan keçəndən sonra ki, çapıq salmayacaq, biləndən sonra, ondan sonra artıq mən o Fezer tiyəni istifadə edirəm. Biraz deməli, keçən üz qırxmada həddindən artıq konforlu alınmışdı. Üz qırxma heç nə hiss elətdirməmişdi, amma bu dəfə Fezer tiyələrə görə deməli, biraz qana bulaşdıq. Yəni, xırda nöqtələr deməli, yər ki, onlar elə də böyük bir problem yaratmayacaqlar mənim üçün. Xırda mikro çapıqlardır. Afina haqda yoldaşlar, onu deyə bilərəm ki, yəni bu üz qırxan çox komfortlu bir üz qırxandır. Yəni ki, çox konforludur. Uzun saqqal üçün deyil, o bir həftəlik falan saqqal üçün, yəni məncə bu dizayn olaraq onun üçün deyil. Çünki bunun belə deyək, bu arxasından köpük çıxmağa yeri yoxdur. Bircə bu xırda 2 dənə deşikdir. Güya buradan keçib, buradan bu yanlardan çıxmalıdır. Uzun saqqal buradan keçməyəcək, tıklanacaq tez bir zamanda. Ona görə onu nəzərə alın ki, yəni ki, alsanız bu gündəlik tıraş üçündür. 2 gün ya 2 gündən bir ya da 1 gündən bir üçün
tıraş üçün nəzərdə tutulan bir üz qırxandır. Qaldı ki, dizaynı mükəmməldir, yəni ki, söz ola bilməz, balansı, filanı, zahiri görünüşü mükəmməldir. Üz qırxmağı da çox gözəldir, çox yaxın tıraş verir. Gördüyünüz kimi hətta nə qədər çapıq saldı, nə deməkdir, yəni o qədər effektivdir. Baxmayaraq ki, eyni zaman çox komfortludur, həddindən artıq. Özünüzü də demək olar ki, heç nə hiss etmirsiniz. Çox gözəl. Yəni ki, performansı çox gözəl bir üz qırxandır. Yəni ki, kim alsa, imkanı olsa almağa, yəni ki, peşman olmaz. Yeganə bir məsələ var, qiyməti. Qiyməti üstündədir. Nə bilim, vallahi, hədiyyə kimi kimin üçünsə ala bilərsiniz, hansısa bir şef üçün, boss üçün, komandor üçün, ya da kimin imkanı var, buyurun. Onu da deyim ki, saytlarımda həmişə olmur. Yəni ki, öncədən sifariş verilməlidir. Yazışmalısınız satıcı ilə. Deməli, saytlarında registrasiyadan keçməlisiniz. Bir sözlə bir neçə mərhələ var. Ondan sonra satıcı əgər cavab versə, o deyir ki, misal üçün, 1 aya, 2 aya, 1 həftəyə, 2 həftəyə satışda olacaq və siz ki, registrasiyadan keçirsiniz, orada öncədən sifariş edirsiniz, həmin o listə düşürsünüz, o sifarişçilərin. Sizin növbəniz neçəncidir filandır. Saytı açanda sizin qarşınızda çıxır ki, bir ədəd var. Yəni o deməkdir ki, sizin üçün ora atıb satıcı və ala bilirsiniz. Və yaxud da 10 ədəd var, ala bilirsiniz. Bir sözlə, yəni ki, məhdud saydadır. Belə bəklə buraxır, 10 dənə, 20 dənə buraxır istehsalçı müəssisə. Theodoros Dragon adlı bir şəxsdir. Və yəni məsləhətli odur ki, yazasınız, özünə yazasınız. Instagramda səhifəsi var. Lambda Razors yazsaz çıxacaq. Mən saytları böləşəcəyəm bu videonun ayarlar bölməsində. Saytına keçəndə orada həm o Facebook akkauntu, nə bilim Instagram hamısı oradadır, içindədir. Beləliklə mənə elə gəlir ki, bu ilə də Lambda Razorla mən vidalaşıram. Amma indi burada mən deməli fürsətdən istifadə edib o ki, videonun sonuna çatdıq. Həm deməli bayramları təbrik edirəm. Həm də onu demək istəyirəm ki, bu 2025-ci il ərzində ondan geridəki illərə nisbətən daha çox tamaşaçı sayı, sonra bizim kanalımıza abunə olanların sayı, kommentlərin sayı, likeların sayı digər illərə baxan daha çoxdur. Çox şadam təbii ki. Və hər kəsə, kim ki həm komment saxlayıb, həm like saxlayıb, həm abunə olub, çox böyük bir minnətdarlığımı bildirirəm, təşəkkür edirəm. Buradan isə deməli, bütün dost, tanış, kimlər ki belə tanıyır, salamlar. Üstəgəl kimlər ki dəstəklər bu kanal üçün, kontent üçün, misal üçün sabından verirlər, dənələmək üçün, test üçün böyük təşəkkürü bildirirəm. Deməli, bir çoxları, bizim öz qrupumuz var. Bütün qrup üzvləri bir-bir daha adla çəkməyim, çünki vaxt çox gedəcək. Ona görə yəni ki, onlara da böyük bir təşəkkür bildirirəm. Üstəgəl, Türkiyədə olan bizim arkadaşlara, dostlarımıza da buradan salamlar söyləyirəm. Çox sağ olun. Onlar da dəstək olurlar. Onlar da sən demə izləyirlərmiş bizim deməli videolara. Ona görə çox onlara da minnətdaram. Təşəkkürümü bildirirəm. Xüsusilə də misal üçün Sinan abi başda olaraq onların öz qrupları var. Bütün qrup üzvləri deməli hocalar başda olaraq Ahmet abi, deməli Coşqun abi, bu kimi qalanların adlarını bir-bir də sadalamayım. Adamlar çoxdur onların deməli qrupunda falan. Hamını bir-bir saymayım, vaxtımız məhduddur. Amma ən azından bu başda olan hocalar və başda olan Sinan abiyə də buradan salamlar. Ümumiyyətlə kim ki izləyir, kim ki dəstək edir, hamıya təşəkkürlər və salamlar. Mənə elə gəlir ki, bununla da bitirmək olar yoldaşlar.
gələn görüşlərlə ümidi ilə sağollaşıram sizinlə. Sağ olun. Özünüzə baxın. Sağ olun.